Bax, Adil, siz əruzla məşğul olan şairlərsiniz və mən tanımıram elə bir əruzla məşğul olan şair ki, bunun muğamı həvəsi olmasın. Yəni, muğam, əruz bu vəhdətdə bir yerdə. Və muğamın içində təbii ki, təsniflərə də qulaq asırıq. Və bir gənc yazar olaraq, gənc ziyalı olaraq o təsniflərdə sizi və ya belə demək olarsa sizin həmkarlarınız, o sizin yaş həddinin insanlarını qane edən nədir, qane etməyən nədir, hansı şeylər maraqlı gəlir sizə, ya hansını istəməzdiniz belə olsun. İstərdim bu barədə də bir iki kəlmə fikirləri bildirəsən. Təşəkkür edirəm İlqar müəllim suala görə. Siz bayaq qeyd elədiniz ki, təsniflər həm heca şeiri üzərində yazılır, həm də ki, qəzəl. Bəli, mənimsə təbii ki, ruhum qəzəl üzərində yazılan təsniflərə daha yaxındır. Çünki özüm də əruz şairiyəm. Ancaq burada bir məsələyə xüsusi diqqət eləmək lazımdır ki, sözlə səs vəhdət halında olsa kamil bir sənət nümunəsi ortaya çıxa bilərdi. Əgər söz yaxşı olsa, səs olmasa və yaxud da səs yaxşı olsa, söz yaxşı olmasa, onda bir natamamlıq olacaq. Çünki muğam özü də təkcə musiqidən, səsdən ibarət deyil. Orada təbii ki, sözün də böyük əhəmiyyəti var. Hətta mən demək, Seyid Şuşinskinin haqqında oxuyurdum. Orada maraqlı bir qeyd var idi. Deyirdilər ki, Seyid Şuşinski təkcə muğamı dərindən bilmirdi, həm də o zövqlü bir ədəbiyyat şünası idi. Yəni, bəli, şeiriyyatı da bilirdi. O şeirləri, qəzəlləri seçəndə onlara xüsusi diqqət eləyirdi və tələbələrinə də bunu aşılayırdı. Məsələn, biz mərhum ustad Hacı Baba Hüseynovun mahur təsnifi üzərində Muhammed Füzulinin məşhur şeiri "Ney kimi hərdəm ki bəzmi vəslini yad eylərəm, ta nəfəs vardır quru cismimdə fəryad eylərəm." Məsələn, buna və yaxud da Ağaxan müəllimin bəstələdiyi bir təsnifi Nəsiminin "Dilbəra, mən səndən ayrı təndə canı neylərəm, tac-ı təxti, malı mülki, xanımanı neylərəm." Baxırsan ki, burada həm söz var, sözün məna yükü var, hikməti var, həm də ki, səs öz yerindədir. Melodiya da gözəl. Bəli, bəli. Bu da qulaq asan insana, onu dinləyən insana təbii ki, mənəvi bir zövq verir. Və o insanı, belə deyək də, ruhunu kamilliyə doğru aparır və insanın ruhunu saflaşdırır. Elə bilirəm ki, bunlar yerində olmasa, orada bir natamamlıq olacaq. Təəssüflər olsun ki, biz bugün bəzən bunu görürük ki, elə sözlər var ki, baxırsan ki, səs, musiqi, melodiya gözəldir, amma sözlərin bir məna yükü yoxdur. O necə insanlara zövq verə bilər, o insanlara necə xoş təəssürat bağışlaya bilər. Axı, biz bilirik ki, incəsənətin özü belə insanların ruhuna xitab eləmək üçündür. Əgər bu insanların söz ruhuna xitab eləyə bilmirsə, onları mənəvi cəhətdən kamilliyə doğru aparmırsa, onda burada hansı, belə deyək, kamil sənət nümunəsinə söhbət gedə bilər. Sən danışa-danışa mənim yadıma düşür ki, indi biz xanəndələrlə çox ünsiyyətdə olurduq cavan vaxtından həmişə. Bəzən mən onların bəzilərinin dilindən bu sözü eşidirdim ki, maraqlı bir melodiya gəldi, fikrimə tutalım, da həvəs olmadı, gedim bir şair tapım, ona bir söz yazsın, yaxud neynəsin. O təsnifin sözlərini elə özüm fikirləşdim, düzdüm, qoşdum. Özüm düzdüm, qoşdum da nə baş verir? Gəl gözəlim, gəl sevgilim, gəl hardasan, eyni sözlərin təkrarı filan və sənin söz və qüvvət bir məna yükü olmayan bir sözlər əmələ gəlir. Burada mən yenə də Nuriyə xanım bayaq dediyi məsələnin üstünə qayıtmaq istəyirəm. Bir var, melodiya birinci yaranır. Sən sonra buna nəsə söz axtarırsan. O məhsul istər mahnı olsun, istər təsnif olsun, istər başqa şey olsun, o zəif alınacaq. O ki, sözün sənə təsir elədi, söz xanəndəyə, bəstəkara filana təsir elədi, şeir və musiqi ondan sonra yarandı. Onlar daha kamil olur. Söz gətirir musiqini. Bəli, söz musiqini gətirəndə daha kamil olur. Bizim növbəti rubrikamıza keçid eləmək istəyirəm. Elə sözün davamını da gənc şairimizə verək. Adil Əkbər bir şeirlərindən oxusun. Dinləyək Adil Əkbəri. Buyur. Nə zamandır ki, gözüm bir gül xəndana düşüb. O gülün ətri bütün bağı gülüstana düşüb. Neçə aşiq yanıb eşqin alovunda kül olub,
hələ dünyada ikən hicr ilə niranə düşüb. Elə zənn etmə ki, mirvari özündən yaranıb. Elə zənn etmə ki, mirvari özündən yaranıb, kipriyimdən süzülən incilər ümmanə düşüb. Gözəl, gözəl, gözəl. Ürəyin tab eləməz, dərdimi şərh etsəm əgər, cəm olub cümlə bəşər, dərdi bir ünvanə düşüb. Qəlbimin ahı səni əhli cəhənnəm eləyər, hansı zülm əhlidir o, rövzə-i rizvanə düşüb. Yenə bir rəhmi Züleyxa kimi zülm etdi biri, yenə ol Yusifə bənzər biri zindana düşüb. Yenə saqi hərə bir küncüdə bikef oturub, bu sınıq könlümüzə badə və peymanə düşüb. Aşiqin halını eşq əhli fəqət dərk eləyər, həmd qıl adilişin sevgili canana düşüb. Çox sağ olun Qurban. Bildiyimiz, gördüyümüz kimi Adilin şeiri, qəzəli nisbətən klassik ab-havada idi. Çünki bu həm də bizim müasir dövrdə əruz yazan gənclərin istiqamətlərini müəyyən edir ki, kimlərsə sırf eksperimental yol tutur, əruz vəznini, müasir hiss və duyğulara uyğunlaşdırır, kimlərsə klassik ənənəni yeniləyərək yeni formada çatdırmağa çalışır. Adilin qəzəli nisbətən klassik ab-havanı qoruyub saxlamağa yönəlib. Mən istərdim o şeiri ondan götürüm və bizim xanəndələrə yaxınlaşım. Hansınızın ifa eləməyə xoşu gəldi və ifa eləyə bilərsiniz? Sən ifa eləyə bilərsən. Adın nədir? Qorxmaz. Buyur, Qorxmaz.